Hal-hazırda mən 16 şirkətin qurucusuyam. Ətir bas bayra da. İngilis dili məndə mükəmməllik səviyyəsində və Harvard sertifikatım var. Püf. Heç kim dolmanı görmədi. Əyləşin orada kadrlar pribifkalar verir. Nətər olur? O vaxt belə geyim var idi. Onda deyirəm ki, məsəl üçün salaq taxirə. Mən deyirəm, salaq Tahirə. Tahirə niyə salırsın? Salam dəyərli dostlar, xoş gördük. Bugün sizə dəhşətli görüntülər göstərəcəm. Videonu axıra qədər izləyin, zəhmət olmasa. Amma mövzuya keçməmişdən öncə deyim ki, yuxarıda gördüyünüz mənim WhatsApp kanalımdır. Mütləq kanala daxil olun, orada bir səs atmışam, səsli mesaj göndərmişəm. Onu dinləyin, zəhmət olmasa və sonra həmin kanalı izləyin, zəhmət olmasa. Bildirişləri də açın, zəhmət olmasa. Bir şeydə diqqətinizə çatdırım ki, əziz dostlar, biz sizin üçün Çindən, Koreyadan avtomobil, ekskavator, traktor, topdan inşaat malları, sonra canım sizə nə düşsün, tibbi avadanlıqlar, hər şey gətirə bilərik. Rusiyaya da çatdırılma eləyirik. Sadəcə aşağıdakı WhatsApp nömrəmdən əlaqə saxlayın, biz sizin üçün gətirərik. Amma xırda şeyləri topdan şəkildə gətiririk. Nəysə, keçirik paylaşımlara. Şeydir, zatdır. Dolma pişireceğim. İzle. Heç kim dolmanı görmədi. Bəzən qadın, yəni influencerlər elə bilirlər ki, çox qabağa gediblər, çox belə tutuzdururlar həqiqətən də, çox yaxşı pul qazanırlar, reklam gəlirləri filan. Ora buranı göstərməklə, açıq saçıq geyinməklə reytingin varsa, reyting toplayırsansa və ora buranla pul qazanırsansa, bu o demək deyil sən qabağa gedmirsən. Heç bir istedadı yoxdur, sadəcə biraz görüntüsü var. Bir də dolma pişirməyi bacarır. Amma bacarır. Yəni bu tip qızlar yemeği pişirə bilmir, amma bu bacarır. Gəlin əyləşin orada kadrlar pribifkalar verir. O sevib seçdiyin Bu nəfəsdir, nəfəs. Müğənni nəfəs. Klip çəkdirirlər. Mən nəfəsə heç nə demirəm, özü bilər. Zaten onun dərrakəsi çatmaz ki, bu klipin rejissoruna desin ki, gəlin bunu belə eləyək. Rejissor necə vizyonsuzdur, bu nə fantaziyadır. Yəni, güya ki, toy 80-ci illərdə, 90-cı illərdə olub. Çünki arxa fonda hərflərlə görürsünüz, xalçaya pambıqla yazıblar. İndiki dövrdə belə şey yoxdur. Olur ya, kimsə nostalgiya yaşamaq üçün bunu eləyir. Kiril hərflərini yazılıb özdə, Kiril hərflərini, güya ki, Sovet dövründən bəhs eləyir klip. Amma gəlinin geyiminə bax. Nətər olur, o vaxt belə geyim var idi. Çobandılar, çoban rejissor deyirlər. Hal-hazırda mən 16 şirkətin qurucusuyam. Biz dedikcə, bu daha da qızışır, valla. Yəni biz deyirik ki, biraz tənqid eləyirik ki, bu biraz özün yığışdırsın, düzəltsin. Deyir ki, 16 şirkətin qurucusu. Heç Bill Gates'in 16 dənə şirkəti yoxdur. Bunlar nə danışır? Bu necə insan, yəni başqalarını eşşək yerinə qoyursan, Nigar, xanım da deməyəcəm, Nigar, Nigula, sən cəmadə eşşək yerinə qoyursan, 16 dənə şirkətin qurucusu, Harvard'da, bəsdir də. Valla sən heç kimsən. Nə 16 nə deyə, heç bir dənə də şirkətin yoxdur bəlkə də. Ona belə bir dənə MMC açmağa nə var ki, mən də yeyib açarım. Bəlkə də bu fırıldaqçı da ola bilər. Bir dənə şirkət açıb, camaada atıb, sonra gelib bağlayıb da ikincisini açıb, vergidən yayınmaq üçün 3, 4, 16 dənə şirkətin qurucusu, Harvard'ın sertifikatı. Ətir bas bayra da. İngilis dili məndə mükəmməllik səviyyəsində və Harvard sertifikatım var. Püf. Təzyiq yüksəkdirsə, salaq taxirə. Taxirə yoxsa Təxirə. Təxirə. Onda deyirəm ki, məsəl üçün salaq taxirə. Mən deyirəm, salaq Tahirə. Tahirə niyə salırsın? Sənə bax, bu nə idi onun adı?
Ayaz Salayev var deyə dırnaqarası ziyalı, Azərbaycan bölməsini bitirənlərə səviyyəsiz deyən, amma özünü səviyyəli sayan, səviyyəsiz, dırnaqarası ziyalı, ziyalının dırnağı da olmayan, əzik, qapazaltı, çurban, onun istədiyi Azərbaycan belədir. Yəni, bax, gələ, adam ana dilində danışa bilmir. Təxirə sözünü deyir, tahirə salaq, taxirə salaq. Bu nə şeydir, bu nə əziklikdir? Yenə deyirəm, mən rus dilini bilmir, rus dilinə qarşı deyiləm, rus dilini bilsin amma. Bu nədir? Dilin içinə sıçdı bu. Ayaz Salayev, belə istəyirsən, belə vətəndaş istəyirsən sən, taxirə salan, qatıq. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.